Şəhidlik anlayışı. İnternetdə izlədiyim bir videoda din xadimi şəhidlikdən danışırdı. O, şəhidliyi elə təqdim etdi ki, sanki şəhidlər ancaq Peyğəmbərin dövründə olub, din uğrunda, Allah yolunda ancaq o zaman vuruşublar, indi isə şəhid sözü sadəcə bir dəbə çevrilib, kimi gəldi şəhid adlandırırıq və şəriət buna güzəşt edir. Demək olar ki, əsl şəhidliyi yalnız Peyğəmbərin dövrü ilə məhdudlaşdırdı. Bu fikir isə məndə suallar doğurdu. Din nədir? Allahın yolu nə deməkdir? Şəhid statusunu kimlər qazana bilər və hansı əməllərə görə? Qurana görə şəhid Allah yolunda həlak olan insandır. Bəqərə 154. Bəs Allahın yolu, yəni Allahın insan üçün müəyyən etdiyi yol nədən ibarətdir? Quran bu yolu aydın şəkildə göstərir. Ədalətli olmaq, haqqı müdafiə etmək, doğru şahidlik etmək, yalan danışmamaq, günahsız insanı öldürməmək, yetimin haqqını yeməmək, zalıma boyun əyməmək və s. Peyğəmbərin dövründə müsəlmanların öldürülməsinin əsl səbəbi zahiri görünüş yox, məhz Quranın gətirdiyi bu prinsipləri təbliğ etmələri idi. Uşaqlarınızı yoxsulluqdan öldürməyin. İsra 31. Ədalətli olun. Maidə 8. Ölçüdə və çəkidə aldatmayın. Ənam 152. Yetimin haqqını yeməyin. Nisa 10. Yaxşılıq edin. Bəqərə 195. Doğru şahidlik edin. Nisa 135. Günahsız insanı öldürməyin. Maidə 32. İsrafdan və xəsislikdən çəkinin. Fürqan 67. Hakimləri pulla ələ almağa çalışmayın. Bəqərə 188. Zalıma meyil etməyin. Hud 113. Sizi çıxartdıqları yerdən siz də onları çıxardın. Bəqərə 191 və s. Müşriklər isə bu prinsiplərə qarşı çıxırdı. Çünki onların öz uydurduqları, ədalətsiz dinləri vardı və bundan da müşriklərin öndə gedənləri, zənginləri daha çox faydalanırdı. Elə buna görə də Quran tərəfdarları, təbliğatçıları qətlə yetirilirdilər. Bəs bugün necə? Vəziyyət fərqlidirmi? Bir neçə nümunə gətirək. Əgər bir insan ədalətsizliyə qarşı çıxarkən öldürülürsə, Maidə 8. Günahsız birini qoruyub, onu xilas edərkən həyatını itirirsə, Maidə 32. Zalımın qarşısında durub, yetimin və zəifin haqqını müdafiə etdiyi üçün qətlə yetirilirsə, Hud 113, Nisa 10. Öz yurdundan didərgin salınmamaq üçün mübarizə aparıb həlak olursa, Bəqərə 191. Hətta dalaşan qonşularını barışdırmaq istəyərkən, barışmadıqlarını görüb, haqlı tərəfi dəstəklədiyi üçün öldürülürsə, Hucurat 9. Bu, Allah yolunda həlak olmaq deyilmi? Niyə biz Peyğəmbər dövründə bu dəyərlər uğrunda ölənləri şəhid sayırıq, amma bugün eyni dəyərlər uğrunda canını fəda edənləri şəhid adlandırmaqda tərəddüd edirik? Göründüyü kimi, şəhidlik yalnız tarixdə qalmış bir anlayış deyil. Şəhidlik həm də bugünümüzə, gələcəyimizə aiddir. Çünki Quran bütün dövrlər üçün göndərilib və hansı məqsədlər üçün göndərildiyi birbaşa Quranda göstərilib. Deməli, bugün də haqq, ədalət və insanlıq uğrunda həyatını qurban verənlər həqiqi şəhidlərdir.